Nəyi sevirsənsə Allah üçün sevəcəksən. Ata-ananı Allah üçün sevəcəksən. Yoldaşı Allah üçün sevəcəksən. Hər bir şey Allah üçün sevdiyin zaman o zahiri mənalarından daxili mənalara keçəcək. Sən çünki nədir? Sən zahiri maşuqlara, zahiri eşqlərə bağlanıb. Məsəl üçün ata-ananı zahirən sevsən, Allah Teala onu bir gün əlindən alanda sən Allah düşman olacaqsan. Dilinlə deməsən də belə, amma Allaha başlayacaqsan etirazlar eləməyə. Allah mənə ata-anam niyə vaxtsız aldı, niyə yersiz aldı, niyə mən yetim qaldım və yaxud da ki, niyə evladımı əlimdən aldı? Ən çox da isyanı daha çox da ata-analar eləyir, analar. Evladlarım niyə əlimdən aldı? Və yaxud da ki, isyanlarına bir də müasir pro-aşıqlar. Bir-birindən ayrılan kimi dayfisi dünya dağıldı. Da Ceylançöl vadisində bütün şeylər axdı töküldü, göz yaşları adamın dərisini kəssən o qədər ağlamaz ha. Amma nə oldu? Yəni belə deyək də səni yarı yolda qoyan birisindən ötürü gözləri bir yaşını o qədər axıtdın ki, nə qədər dəyirdi ona, əzizim? Dəyir o qədər. Səni yarı yolda qoydu bu adam. Eşqinizi belə tamamlaya bilmədiniz. Hələ bir məşru dairədə ailə modelinə daşıya bilmədiniz o eşqinizi. Yarım qaldı o eşqin. Sən də buradan o da yağmur kimi axıdırsan göz yaşlarını. O birisi qaqamda çortdadır. Bacım sıxması göz yaşları dökür evdə, qardaşım da çortdadır. Və yaxud da ki, biri xəyanət edib o birisinə, dünya aləm veycinə deyil, bu burada göz yaşı. Bir başqasına tərcih edib, sən təzdən otur göz yaşlı. Niyə? Hansı anı, hansı xatirələrə əsasən göz yaşı töksən də, amma bir anlıq həmin anda o eşq şərabından içib məs olmusan, bir anlıq o şərabın təsirindən çıxsan, baxacaqsan ki, məni elə həqiqətən məs eləyən bu həmin o şərabın təsiriymiş. İstiqamət dairəsində baxanda görürsən ki, bu mənə bu duyğular səhərdən axşama kimi depressiyaya düşmək üçün verilməyib axı. Mən bu sevgini kimə verməliydim? Hara verməliydim? Niyə gəldi bu günə düşdü? Bu gör kim? Harda sürünürəm mən? Allahın qapısında bu sevgini axtarıb onun üçün vermək əvəzinə başqa qapılarda sülənirəm.